Əziz bilgələr, bugün 27 sentyabr 2025-ci ildir və Azərbaycan tarixində bugün anım günü kimi qeyd olunur. Bundan 5 il əvvəl Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə Dəmir Yumruq əməliyyatını başlatmışlar və bununla da 2-ci Qarabağ müharibəsi 44 günlük müharibə başlamışdı. Bu müharibədə canından keçmiş şəhidlərimizi rəhmətlə, ehtiramla yad edirik. Döyüşçülərimizə isə təşəkkürümüzü bildiririk ki, bizi bu müqəddəs günlərə yetirməkdə vasitəçi oldular. Hal-hazırda mən Xankəndi şəhərindəyəm və Xankəndi şəhərində qurulan Zəfər parkındayam və bu parkda müharibə günləri ilə bağlı belə bir daş məlumat lövhələri yerləşdirilib. Gördüyünüz kimi müharibənin birinci günündə, yəni 27 sentyabr tarixində Qaraxanbəyli kəndi, Qərvənd kəndi, Horadiz kəndi azad olunmuşdu. Cəbrayılın Böyük Mərcanı və Murovdağ zirvəsi azad olmuşdu. Bir də Cəbrayılın Nüzgar kəndi azad olunmuşdu. Artıq bizim əməliyyata başlamağımızdan, yəni müharibənin başlamağından 5 il keçir və 2020-ci ilin dekabrında Azərbaycan Respublikasının prezidentinin verdiyi müvafiq qərara görə 27 sentyabr tarixində Azərbaycanda anım günü qeyd olunur. Bir daha şəhidlərimizi rəhmətlə yad edirik. Allah ordumuzu, dövlətimizi qorusun, həmişə Qarabağda.